Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Paşinyan Erdoğanla niyə indi danışdı? İrəvanın Ankara'dan bu istəkləri var. Paşinyandan sərt mesaj. Tezliklə Ermənistanı silkələyəcək hadisələr olacaq. Seçki debatında Azərbaycana görə dava düşdü. Bu ərazilər niyə qaytarılıb? Paşinyanın seçkiyə bir neçə gün qalmış Erdoğanla telefon danışığının arxa planında dayanan səbəblər maraqlıdır. Bu zəng rəsmi Ankara üçün Ermənistan hakimiyyətinə dəstəyini nümayiş etdirmək, Paşinyan üçün isə seçki kampaniyasında irəli sürdüyü sülh və normallaşma proqramının praktiki icrası hesab oluna bilər. Hərçənd Erdoğanla danışmaq müxalifətin Paşinyanın əleyhinə apardığı Türkiyə ilə münasibətlərin qurulması naminə erməni soyqırımından imtina təbliğatını gücləndirən amildir. Seçkiyə sayılı günlər qalmış bu təbliğatı əsaslandıran arqumentin verilməsi hakim partiyaya sərf etməsə də Paşinyanı Erdoğanla təmasa keçməyə məcbur edən amil Rusiyanın Ermənistana qarşı iqtisadi təsir rıçaqlarını aktivləşdirməsidir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu kontekstdə erməni baş nazirin Türkiyə liderindən iki mümkün istəyi ola bilər. Türkiyə ilə normallaşma prosesinin sürətləndirilməsi, sərhədlərin açılmasının tezləşdirilməsi, Ermənistan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi, Rusiyanın təzyiqi Ermənistanı alternativ imkanlar axtarışına məcbur edir. İrəvan xilası Avropa bazarına çıxış və qərb investisiyasının axınını təmin etməkdir. Hərçənd Azərbaycanla sülh müqaviləsi imzalamadan, Türkiyə ilə sərhədləri açmadan buna nail olmaq qeyri-mümkündür. Bu reallığı anlayan Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Bakı və Ankaranın timsalında regional alternativin yaradılması istiqamətində çalışır, xüsusilə Rusiyanın idxal qadağası qoyduğu məhsulların satışını müəyyən qədər də olsa kompensasiya etmək baxımından. Paşinyanın 7 iyundan öncə Erdoğanla telefon söhbəti və ticarət əlaqələrini müzakirə etməsi də məhz seçkiyə hesablanıb. Çünki Rusiyanın erməni məhsullarına idxal qadağası qoyması Paşinyanı dəstəkləyən iş adamlarını tərəddüdə salıb. Onlar eyni vəziyyətin seçkidən sonra da davam edəcəyindən narahatdılar. Paşinyan iş adamlarının narahatlığını azaltmaq və seçki prosesində mümkün mövqe dəyişikliyini aradan qaldırmaq gedişi edir. Erdoğanla məhz indi telefon söhbəti Rusiyaya alternativ kimi Türkiyə bazarının açılacağını göstərmək məqsədi daşıyır. Paşinyanın seçiləcəyi təqdirdə Rusiyanın iqtisadi təzyiqi yumşalsa belə, Moskvanın maraqlarına zəmanətin əldə edilməsi məqsədi ilə müəyyən müddət davam edəcək. Azərbaycan və Türkiyə Ermənistanın prosesdən daha az zərərlə çıxmasına dəstək verə bilər. Bu, Bakı və Ankaranın regional planlarına uyğundur. Yaxın günlərdə Ermənistanda səs-küylü hadisələr baş verəcək. Bu barədə İrəvan Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Hakimiyyətə yaxın mənbələrin bildirdiyinə görə, yaxın günlərdə gözlənilməz həbslər və səs-küylü ifşalar olacaq. Bunlar Rusiyanın Ermənistana tətbiq etdiyi məhdudiyyətlərlə bağlı narahat edici məlumatları kölgədə qoyacaq. Baş nazir Nikol Paşinyan komanda üzvlərinə belə deyib: "Narahat olmayın, hamısına yerini göstərəcəyik", nəşr yazıb. Ermənistanda Görüs-Qafan və Görüs-Caqaten yollarının Azərbaycanın nəzarətinə keçməsi məsələsi yenidən gündəmə gətirilib. Parlament seçkilərindən öncə müxalifət yenidən hakimiyyəti bu yolları Azərbaycana təhvil verməkdə ittiham edir. Ermənistan blokundan deputatlığa namizəd Anna Qriqoryan ictimai televiziyada keçirilən seçki debatında parlamentin spikeri, Vətəndaş Müqaviləsi Partiyasının namizədi Alen Simonyana niyə bu yolları Azərbaycana təhvil verdiniz sualını ünvanlayıb. Simonyan bildirib ki, məsələ təhvil verməkdən ibarət deyil. Bu yolun təslim edilməsi deyil, sərhədin müəyyən edilməsidir və bizim istəyimizdir. İnsanlara yalan danışmağa ehtiyac yoxdur, o bildirib. Simonyan 300 min Azərbaycanlının Ermənistana qayıtmasının da gündəmdə olmadığını deyib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.